Ramiz Zeynalovun sorağı ilə gəlib Vladivostok şəhərinə çatmışıq. Xoş gəlmişsiniz. Mən Vladivostok şəhərində yaşayan bütün Azərbaycanlıların adına sizi salamlayıram. Burada 15 minə yaxın Azərbaycanlılar yaşayırlar. Vətənimizdən bugünkü gündə sizlər bura buyurmusunuz. Hamısını, bütün xalqımın adından Azərbaycan xalqımı salamlayıram. Demək olar ki, hər il bu qələbəni bizim Azərbaycanlılar da qeyd edirlər. Çalışırıq ki, burada yaşayan insanlar dostluq və əmin-amanlıq, sülh şəraitində yaşasınlar.